Bizim teatrın əsas məqsədi eksperimental yanaşmalar əsasında yeni formalar tapmaq, yeni ifadə vasitələri tapıb, bunu tamaşaya tətbiq edib və tamaşaçılara klassik teatrdan kənarlaşıb və müasir teatrı tanımaları üçün bir şərait yaratmaqdır. Missiya yoxdur. Digərinin cavabı isə çox maraqlıdır. Deyir ki, bu həyatda missiya haqqında heç nə düşünmədən yaşamaq lazım. Argon monopiyesdir. Bir nəfərin istirabları və həmin istirablardan qurtulmaq cəhdləridir. Öz səsini ictimaiyyətə çatdırmaq istəyir, heç vaxt eşidilməyib, təsirsiz qaz kimi bir həyat sürüb, yəni adı belə deyək ki, öz həyatına yansıyıb. Nəhayət ki, öz səsini çatdırmaq istəyir. Argon piyesi keçən il Characters Müasir Dramaturgiya Festivalında qalib gəlib və festivalın yekunu kimi Yuxt Dövlət Teatrında səhnəyə qoyulmuşdu və mən çox şadam ki, bu piyesin həyatı davam eləyir və bugün biz növbəti tamaşaya baxırıq. Gümüş tez-tez atamın bu sözlərini xatırlayıb onu ələ salır. Deyir, atan kimya müəllimi olsa da, kimyanı bir o qədər fəlli bilmirdi.